Finlandiya deyəndə yəqin ki, çoxumuzun ağlına ilk gələn şeylərdən biri onların təhsil sistemidir. Bəs bu dünya şöhrətli sistemin arxasında əslində hansı hekayə dayanır? Gəlin, bugün məhz bu mövzunu birlikdə araşdıraq və bu uğurun sirlərini öyrənək. Baxın, bu sual sadəcə poetik bir ifadə deyil. Bu bir ölkənin taleyini dəyişən transformasiyanın əsas sualıdır. Təhsilin nə qədər güclü bir alət olduğunun hekayəsidir. Biz də bugün məhz bu sualın cavabını axtaracağıq. Və deyəsən, hər şey məhz bu güclü çağırışla başlayıb. Qriqori Petrovun bu sözləri sanki bütün Finlandiya təhsil fəlsəfəsinin təməldaşıdır. Yəni, hər şeyin mərkəzində xalq, cəmiyyət dayanır. Bu, böyük bir sosial məsuliyyət hissidir. Yaxşı, gəlin yol xəritəmizə bir nəzər salaq. Bugün nələrə toxunacağıq? Əvvəlcə Finlandiya təhsilinin o məşhur tapmacasını açmağa çalışacağıq. Sonra bataqlıqlardan ağ zambaqlara keçidinin hekayəsinə dalacağıq. Daha sonra şagird mərkəzli məktəb nə deməkdir, müəllimlik niyə orada ən hörmətli peşədir və bərabərlik ideologiyasının rolu nədir, bunları müzakirə edəcəyik. Və sonda bütün bunların necə xoşbəxt bir cəmiyyət yaratdığını görəcəyik. Elə isə gəlin birinci hissədən başlayaq, Finlandiya təhsilinin tapmacası. Hamımız PISA kimi beynəlxalq testlər haqqında eşitmişik. Finlandiya 10 illiklərdir ki, bu reytinqlərdə davamlı olaraq ən yüksək yerləri tutur. Bəs onların sirri nədir? Çünki bu uğurun arxasında əslində bir anomaliya, bir qəribəlik gizlənir. Məsələnin ən maraqlı tərəfi də elə budur. Bu həqiqətən də bir tapmacadır. Finlandiya necə olur ki, ABŞ-dan hər şagirdə 30% daha az pul xərcləyərək, daha qısa dərs saatları ilə, uşaqlara bol-bol boş vaxt verərək ən yüksək nəticələrə nail olur. Bu, sanki məntiqə zidd görünür, elə deyilmi? Necə ola bilər ki, daha azla daha çox əldə edəsən? Bu tapmacanın cavabını tapmaq üçün gəlin biraz keçmişə, Finlandiyanın tarixinə səyahət edək. Onların bu böyük transformasiyasının hekayəsi bataqlıqlardan ağ zambaqlara adlanan məşhur bir metaforada gizlidir. Ağ zambaqlar ölkəsi. Bu sadəcə bir kitab adı deyil. Bu bir millətin dirçəliş manifestidir. Kitabda təsvir edilir ki, Finlandiya öz ziyalıları, öz müəllimləri sayəsində necə oyanıb, necə dirçəlib. Təsəvvür edin, bu kitab o qədər təsirli olub ki, hətta Mustafa Kemal Atatürk'ün göstərişi ilə Türkiyədə məktəb proqramlarına daxil edilib. Baxın, bu müqayisə hər şeyi o qədər aydın göstərir ki, sol tərəfdəki bataqlıqlar ölkəsinə baxın, daşlı torpaqlar, kütləvi savadsızlıq, dərin yoxsulluq. İndi isə sağ tərəfə, rifah, yüksək mədəniyyət, hamı üçün yüksək təhsil. Məhz bu keçid, təhsilin gücü ilə bir millətin özünü necə yenidən yaratdığının hekayəsidir. Əsl möcüzə budur. Yaxşı, bəs bu möcüzə, bu transformasiya praktikada necə həyata keçirilir? Hər şey sistemin birinci sütunundan başlayır. Yəni, məktəbin tamamilə şagirdin rifahı və onun təbii öyrənmə prosesi ətrafında qurulmasından. Və budur, Finlandiya modelinin ilk qəribəliyi. Uşaqlar məktəbə 7 yaşında başlayır. Bəli, düz eşitdiniz, 7. Bir çox ölkədəkindən xeyli gec. Bəs niyə belədir? Bu gecə başlamağın arxasında çox dərin bir fəlsəfə var. Onlar hesab edirlər ki, uşaqlığın ilk illəri formal dərslərlə yüklənməməlidir. O qiymətli zaman ailə üçündür, oyun üçündür, uşağın müstəqil bir fərd kimi formalaşması üçündür. Ancaq Finlandiya təhsilinin bəlkə də ən şok edici tərəfi ev tapşırığı ilə bağlıdır. Onlara demək olar ki, heç ev tapşırığı verilmir. Bəli, sıfır. Bu, əsla tənbəllik deyil, bu çox şuurlu bir pedaqoji seçimdir. Fikir ondan ibarətdir ki, öyrənmə prosesi məktəb saatları ərzində o qədər səmərəli təşkil olunmalıdır ki, evə əlavə yükə ehtiyac qalmasın. Məktəbdən sonra uşağın vaxtı özünə, ailəsinə, hobbilərinə, bir sözlə uşaq olmasına qalmalıdır. Məktəbdən sonraki vaxt isə oyun üçündür. Bax, bu qrafik fərqi çox aydın göstərir. Finlandiyada uşaqlar gün ərzində 75 dəqiqə sərbəst oyunda, tənəffüsdə olur. Bu, ABŞ və Azərbaycandakı rəqəmlərdən 2 dəfədən də çoxdur. Çünki finlər üçün oyun sadəcə əyləncə deyil, öyrənmənin özüdür. Və bütün bunlar test yox, etibar mədəniyyəti adlanan daha böyük bir fəlsəfənin parçasıdır. Təsəvvür edin, ibtidai siniflərdə qiymət yazılmır. 16 yaşa qədər heç bir standart test yoxdur, məktəblər bir-biri ilə rəqabət aparmır, siniflər o qədər sərbəstdir ki, uşaq istəsə yerdə oturar. Çünki sistem müəllimə də, şagirdə də etibar edir. Əsas məqsəd öyrənməkdir, stres yaratmaq yox.
Yaxşı, belə bir etibar mühitini kim yarada bilər? Əlbəttə ki, yüksək səviyyəli müəllimlər. Bu da bizi sistemin ikinci və bəlkə də ən vacib sütununa gətirir. Müəllimlik peşəsinin statusu. Finlandiyada müəllim olmaq həqiqətən də asan deyil. Proses son dərəcə rəqabətlidir. Yalnız ən yaxşı universitet məzunları müraciət edə bilər, minimum magistr dərəcəsi tələb olunur və sonda 3 mərhələli çox ciddi bir dövlət imtahanından keçməlidirlər. Bu, ölkənin ən yaxşı beyinlərinin seçildiyi bir prosesdir. Nəticədə nə baş verir? Baxın, bu cədvəl hər şey deyir. Müəllimlik peşəsi cəmiyyətdə həkim və vəkil peşələri ilə eyni statusa, eyni hörmətə malikdir. Məhz buna görə də ən çox arzulanan peşələrdən biridir. Yüksək standartlar həm də yüksək peşəkar azadlıqla tamamlanır. Dövlət müəllimlərinə o qədər etibar edir ki, onlara öz siniflərinin kapitanı olmaq, yəni öz proqramlarını qurmaq imkanı verir. Üstəlik, davamlı inkişaflarını təmin etmək üçün onlara həftəlik vaxt ayrılır. Bəs bu şagird mərkəzli məktəbləri və bu qədər yüksək statuslu müəllimləri bir-birinə bağlayan nədir? Hər şeyin təməlində sarsılmaz bir fəlsəfə dayanır. Bərabərlik ideologiyası. Budur Finlandiya təhsilinin əsas prinsipi. Məqsəd elit təbəqə yetişdirmək və ya rəqabətdə kimisə udmaq deyil. Yeganə məqsəd istisnasız olaraq hər bir uşağın potensialını üzə çıxartmaq üçün ona bərabər şərait yaratmaqdır. Yaxşı, bütün bu fəlsəfə və prinsiplər nəticədə necə bir cəmiyyət yaradır? Gəlin son olaraq Finlandiyanın bu xoşbəxt cəmiyyətinin məhsullarını incələyək. Rəqəmlər həqiqətən də özləri danışır. Finlandiyada gənclərin 93%-i orta məktəbi bitirir. Bu göstərici ABŞ-dan 17,5% daha yüksəkdir. Bu nə deməkdir? Bu o deməkdir ki, sistem heç kəsi geridə qoymur, heç kəsi yolda itirmir. Beləliklə, Finlandiya hekayəsi bizə çox sadə bir həqiqəti göstərir. Bir millətin ən dəyərli sərvəti onun insanlarıdır. Bu modeldən sonra isə ağlımıza bu sual gəlir. Əgər uğurun açarı uşaqlara və müəllimlərə sərmayə qoymaqdırsa, bəs biz nəyi nəzərdən qaçırırıq? Düşünürəm ki, bu sualın cavabı üzərində düşünməyə dəyər.